Əziz və hörmətli izləyicilərimiz, biz Çağdaş Təhsil Komandası olaraq yenə də Azərbaycanımızın gözəl rayonlarından biri olan Samux rayonunun Gövhər kəndinə ömrünün 40 ilindən çoxsunu müəllim kimi fədakarlıq eləyən gözəl bir insanın evinə qonaq gəlmişik. Müəllim, sizi xoş gördük. Sağ olun, çox sağ olun. Təşəkkür edirik. Müəllim, adınız, soyadınız? Abdullah Ehsanın Abbasov. Bax, ömrünüzün müəllim 40 neçə ilini, 47 ilini müəllim üçün fəaliyyət göstərmişsiniz. Bəli, bəli. Tarix fənnini tədris eləmişsiniz. Bəli. Əlbəttə ki, şagirdlərimizə ibtidai icma dövründən ta indiki dövrə qədər Azərbaycanımızın tarixini öyrətmişsiniz. Və siz çox şagirdlər yetişdirmişsiniz. Hüquqşünas, müxtəlif peşələrin Bəli, sahibləri müxtəlif olan, sahələrdə bəzi sahələrdə olan. olan insanlar yetişdirmişsiniz, elm öyrətmişsiniz. Bəli. Bu illərdə bəs başqa hansı uğurlu nailiyyətləriniz olub? Uğur nailiyyətlər deyəndə müəllim, kənd yerində işləyən müəllim, ya gərək müəllimi bıraxa gedən nəsə başqa sahə ilə məşğul olar. Tam mən ömrümü şagirdlərlə bağlamışam. Bəs o şagirdlərdən sizin üçün ən yadda qalan hansı şagirdləriniz olub? Yadda qalan belədir ki, nə bilim valla, deyirəm ki, belədir, deyirsiniz ki, onu çəkənmərəm. Mən çox tələbkar olmuşam. Bəli. Tələbkar olmuşam. Özdə ki, mənim sözümə uşaq baxmaya bilməzdi. Böyle söz. Oxumaya bilməzdi, oxudurdum. Elə ona görə də sizin çoxlu şagirdləriniz olub ki, onlar ali təhsil alıblar. Bəli, bəli, çox olubdu. Çox gözəl. Hüquqşünaslığı da qutaran olub, tarix fakültələrində qutaran olub, ədəbiyyat fakültələrində qutaran olub, çox şagirdlərim olubdu. Müəllim əməyi heç bir zaman unudulmur. Bəli, bəli. Müəllim əməyi həm şərəfli peşədir, həm də çətin peşədir. Bəli. Və siz bu illərdə təbii ki, çətinliklərlə də olsa şagirdlərinizə o fənni sevdirmişsiniz. Və sizin həyat yoldaşınız şimdi, bildiyimizə görə o da müəllim olub. Bəli, bəli. O da Qocayeva Zoya, Azərbaycan ədəbiyyat müəllim işləyir. İndi işləyir, son ilidir. Çox sağ olsun, biz də təşəkkür edirik. Sağ olun. Və əlbəttə ki, Azərbaycan dili ədəbiyyat da böyük bir fəndir. Bizə Azərbaycan dilinin qrammatikasının zənginliyini, dahi şəxsiyyətlərimizi öyrədir və təşəkkür edirik. Çəkilişimizi istəmədi, onu göstərək, amma yenə də sağ olsun, o da fədakarlıq eləyibdir, elm öyrədib şagirdlərə. Sonra talih sizi qarşılaşdırıb müəllim. Ailə həyatı qurmusunuz. Bəli. Bəs neçə övladınız var? Talih qarşılaşdı, ailə qurdu. 3 evladım var, bir oğlan, 2 qızdır. Kızımın biri Gəncədə, biri də Bakıda yaşayır. Oğlum da burada Kətdə, Gövhər kəndində yaşayır. O da ali təhsillidir. Qızlarım da ikisi də təhsillidir. Belə nəvələrim də var. Neçə nəvəniz var? 6 nəvəm var. Maşallah. Onların ikisi universiteti, biri girifdir, biri qutarıbdır. Magistraturada dərsən oxuyub. Bu birisilər də hələ ki orta məktəbdədir, balacalıdır. Görək onların nəticə. Bir də gələndə qismət olsa, yəqin ki, onlar da ali məktəbə girərlər. Onlar haqqında. İnşallah müəllim. Mən sizin övladlarınıza da çox sağ olsunlar deyirik ki, sizin kimi fədakar valideyn olaraq, yəni həm də müəllim olaraq sizin əməyinizi yerə vurmayıblar. Sağ olun, çox sağ olun. Sizi sevən insanlar çoxdur müəllim. Əlbəttə həm şagirdləriniz, həm müəllim kollektivində olan insanlar var ki, sizin xətrinizi çox istəyiblər. Buradan o insanlara hansı ürək sözləriniz deyərdiniz, nə deyərdiniz? Onlara çox sağ olun deyirəm, mənim hörmətimə. Həqiqətən, bilmirəm, hardansa öyrənibsən ya öyrənibsən. Öyrənmişik müəllim. Sizin haqqınızda çox yaxşı sözlər deyiblər. Çünki mən həm tələbkar olmuşam, həm dərs heç vaxt buraxmamışam. Müəllim var ki, görürsən ki, bir həftənin bir günlük, 2 günlük deyir. Demək olmasın. Müəllim, hansı sözlər deyərdiniz? Nə ürək sözlər deyərdiniz? Mən o müəllimlərə deyərəm ki, indi artıq o müəllimlər də dünyası dövlü, zaman devrəm tamam dəyişikdir. Müəllimlər deyil, tək müəllimlər deyil, siz sevənlər, sizin qohumlarınız var, sizin sevən şagirdləriniz var. Hansı ürək sözləriniz olardı o insanlara? Onlara çox minnətdaram, çox sağ olsunlar. Hamısı mənim hörmətimi sağlayır. İstər qohumlarım olsun, istər şagirdlərim olsun. Yüzlərlə şagirdləri mən baxmışam, yəni təhsil vermişəm. Mən deyərdim ki, onun bəlkə də sahəni itirmişəm. Çünki 47 il işləmək heç az deyil. Hər müəllim bu boyda işləmir. Yəni, mən o boyda işləmişəm. Yəni, sağ olsunlar. Mənə hörmət edirlər.
elə bu gün də hörmət edirlər. Çox sağ olun müəllim. Biz də sizə təşəkkür edirik, minnətdarıq. Sizin kimi fədakar müəllimi, ömrünü təhsilə verən müəllimi tanıdığım üçün çox şad oldum. Çox sağ olun. Minnətdaram. Mən də sizə arzu edirəm ki, müəllim, sizin yubileylərinizdə 80 yaşınıza, 90 yaşınıza inşallah can sağlığı ilə ömrünüzü başa vurasınız. Biz də Çağdaş Təhsil komandası olaraq gələk sizin gözəl işləriniz olsun, uğurlu nailiyyətləriniz olsun. Hər zaman evinizdə xoş işlərdə görüşək. Çox sağ olun, minnətdarıq. Çox sağ olun. Sizə də minnətdaram. Çəkisiniz, yad edirsiniz. Bizim borcumuzdur. Qeydiyyata alırsınız. Çox sağ olun müəllim. İndi bunu qeydiyyata almaq, çəkmək, hər telekanalımı deyim, YouTube kanalımı bilmirəm, Çağdaş Təhsil Mərkəzidir, bilmirəm kimdir. Yəni bunu yad edirsinizsə müəllimləri, müəllimlər də fərqlənir ki, heç olmasa bizim Borcumuzdur müəllim. Çox sağ olun, minnətdarıq. Təşəkkür edirik. Bizim yaş devrində gəlib bizi bax belə Çox sağ olun, minnətdarıq. Sağ olun. yad edirlər, çəkirlər, əməyimizə qiymət verirlər, yəni bax belə. Çox sağ olun.